UNICEF AFFA tərəfindən ölkə tarixində ilk dəfə olaraq yaradılmış yeniyetmə qızlardan ibarət Milli Liqada sponsor qismində çıxış etməyi öz öhdəliyinə götürdü və artıq bir ildir bu missiyanı yerinə yetirən təşkilatın hədəf və məqsədləri ətrafında fikirləri ilə maraqlandıq. Əsas bizim Futbol Federasiyası ilə bir yerə gəlməyimizin əsas məqsədi, əsas məğzi ondan ibarətdir ki, bizim dəyərlərimiz eynidir. Yəni, qadın futbolunun, qız futbolunun inkişafı məsələsi, sağlam həyat tərzi məsələlərinin inkişafı, irəli aparılması, uşaq hüquqlarının, qızların hüquqlarının irəli aparılması və eyni zamanda həmin qızların özlərinin sosial həyatda daha böyük məsuliyyətləri öz üzərlərinə götürərək, yalnız futbolçu kimi yox, yəni insan kimi, bir vətəndaş kimi müəyyən sosial məsələlərin həllinə də öz töhfələrini verməsindən ibarətdir. Qızlar, qadınlar UNICEF-in daima diqqəti çərçivəsindədir. Yəni, bütün fəaliyyətlər, bütün layihələr həyata keçirilərkən qızların orada inkişafına xüsusi yer verilir, qadınların inkişafına xüsusi yer verilir. Və o cümlədən də insan hüquqları, uşaq hüquqları barəsində danışdıqda qızların hüquqları bunun ayrılmaz bir hissəsidir. Ona görə bizim hər bir layihədə, hər bir layihə həyata keçirilərkən orada qızların yeri, həmin layihələrin qızlara verə biləcəyi töhfə, qızlar üçün nə ilə nəticələnə biləcəyi, bax, o həmişə diqqət mərkəzindədir, elə şeylərə biz həmişə fikir veririk. Və bizim məqsədimiz bundan sonra qızların sadəcə o biliklərə yiyələnməyi deyil, həmin biliklərdən, bacarıqlardan istifadə edərək öz həmyaşıtlarını cəlb eləməsi. Biz bir neçə məsələni ortaya qoyuruq, uşaq hüquqlarıdır, sağlam həyat tərzi. Lakin sabah qızları maraqlandıran, qızları düşündürən bir sıra digər məsələlər barəsində də öz həmyaşıtları ilə söhbət edə bilərlər. Və söz yox ki, bu qızlar artıq həyatda idman sahəsində müəyyən müvəffəqiyyət qazanmış qızlar kimi qalan qızlar üçün örnək ola bilərlər və o cəhətdən bu qızların qalan qızları cəlb eləməsi, yəni elə qızlar var, cəmiyyətdəki düşünürlər ki, yox, futbol qızlar üçün deyil, idman ümumiyyətlə qızlar üçün deyil. Sabah onları yerindən tərpətməsi, o qızların fikrini, düşüncəsini bir qədər dəyişməsi və eyni zamanda sağlam həyat tərzi barəsində, hüquqlar barəsində, dostyanə görüşlər zamanı, diskussiyalar zamanı, yoldaşlıq görüşləri zamanı həmin məlumatları onlara ötürməsi və onların da cəmiyyətin aktiv bir vətəndaşına çevrilməsində müəyyən bir sosial öhdəlik üzərlərinə götürməsi, ona yardımcı olmaları, bax, əsas məqsədimiz budur. Futbol Federasiyasının özü də artıq sırf idman tərəfindən başqa bunun sosial tərəfini də artıq düşünməyə başlayır, fikirləşməyə başlayır və ümid edirəm ki, gələcəkdə bu bir standarta çevriləcək ki, təkcə idman tərəfi yox, bunun başqa tərəfi, yəni idmançıların özlərinin aktiv vətəndaş kimi cəmiyyətin həyatının müxtəlif sahələrində olan məsələləri qaldırmağa, müzakirə eləməyə, həll etməyə yönəlmiş fəaliyyətlərinin də eyni zamanda olması artıq bir ənənəyə çevriləcək. Dünya çempionatları indi çox yüksək dərəcədə biznesləşdirilmiş bir tədbirlərdir. Amma UNICEF əlbəttə ki, öz bütün qüvvəsindən dediyiniz kimi dünyada olan nüfuzundan istifadə edəcək ki, həmin dünya çempionatının Azərbaycanda keçirilməsindən maksimum dərəcədə bu mesajları, UNICEF-in dəyərlərini həmin futbol çempionatı zamanı əhalinin və ümumiyyətlə dünyanın nəzərinə çatdırmaq üçün bu vasitədən istifadə etməyə çalışacaq. Mən milli komandamıza uğurlar arzu edirəm. Arzu edirəm ki, onlar çox yüksək yer tutsunlar. Amma hətta yüksək yer tutmasalar belə ruhdan düşməsinlər.